Selamünaleyküm dostlar. Bu günləri bildirsin yumurtalarımızın inkubar torta 17-ci günüdür. Artıq dünən gecədən çıxmağa başlayıblar. Ya Allah. Maşallah. Maşallah. İçi demişdik qarışıqdır. Ağ, var. Ağ ama çoxdur. Ağ çox olmalıdır. Yavaş yavaş inşallah ki çıxmaya başlayıblar. Şükür Allaha. Bunları inşallah ki saxlamaq istəyirəm. Saxlayayım görüm necə olur. Heç bildirsin saxlamamışam. Yəni tam məlumatım yoxdur. Yəni sizlərdən xahiş eləyirəm ki, yəni məni məlumatlandırasınız. İnşallah bilim mən də yavaş-yavaş yəni bilənlər olacaqlar inşallah ki. Görüm bunu, misal üçün yemi nə verirlər bilmirəm. Yenə maraqlanacağam. Yenə sizdən də xahiş edirəm ki, mənə deyəsiniz. Görüm yemi nədir bunun, vitaminləri nədir. İnşallah ki, cəld heyvanlardır. Atlanırlar, tullanırlar. Bir də bunların yeri bilirəm ki, altları, yəni ayaqlarının altı yəni setka kimi eləyirlər. Qəfəslərdə, zıflarda saxlayırlar. Yəni elə bir şey də ya alacağım, ya düzəldəcəyəm. Görüm hələ neynirəm. Buna bax, şirin. Nə qəşəkdir. Bunlar dünən gecə çıxanlardır. Bu cəhdlər var, yeriyənlər. Dünən gecə çıxıblar. Bunlar isə təzə çıxıblar. Baxın ki, qurumayıblar. Lap təzə çıxıb. İndi bunları yavaş-yavaş buranı təmizləyəcəm Allahın izni ilə. Bu qədər videomuz. Təşəkkür edirəm sizə, məni izlədiyiniz üçün çox sağ olun. Faydalandırırsınız məni. Allah hər birinizdən razı olsun. Allah hər kəsin malına bərəkət versin. Bir də ki, bunun dərəcəsi aşağı salırsan. Eyni toyuq kimi, toyuq rejimində qoydum bunu. Aşağı sallam 36-8-ə, 36-5-ə qədər salırsan. Əmişliyi də ki, normal qaldırırsan 65-70-ə qaldırırsan. Olur. Alıcı yeməyə başlayıb. Bu qədər dostlar. Yenə bilmədiyim şeyi mənə deyin. Nə səhv eləmişəm görürsünüz. Deyin ki, faydalanlar, bunlar tullanmaq istəyirlər. Bu qədər dostlar. Videomuz bu qədər. Çox sağ olun. Allah hər birinizdən razı olsun. Allah hər bir kəsin malına belə bərəkət versin inşallah. Sağ olun, sağ olun qalın.